İki dost olurlar. Ortaya pul koyurlar. Bu Ərəb ölkələrində baş və İslam ölkələrində. Bir iş kururlar. Yani bir müddət keçəndən sonra mal mülkləri böyüyür. Koymuşduq 150 min, indi oldu hərəmizin bir 350 min pulu. Ama bu işi görmək için ikimizin şərikliyi nədir? Əlbəttə mühümdür. Ev tikdik, evladlarımızı evləndirdik, 9 il belə yaşayırıq. Bir gün dostu gəlib dedi ki, mən səndən bu şərikliyə son verirəm. Üzüldüm deyir. Niyə? Məndən bir şey mi gördü? Yox, ehtiyacım var pula. Dedim, pulu böldü. O 350'ni götürdü, mən də 350'ni götürdüm. Bir gün getdim deyir bazara. Yəni üzərindən deyir, bir 4-5 ay keçdi deyir, bazara getmiyor. Bazarın yanında məsciddə namaz qıldı. Namazda dedilər ki, cənazə namazı. Allah Allah, kim ölüb? Dedilər ki, sənin qardaşın, qardaş yəni dostun, şərikin. Cənazəni qıldıq, dərhal evinə getdim, qəlbim daraldı deyir, dünya daraldı deyir. Getdim evinə, nə zaman dünyasını dəyişib? Xəbərimiz yox, başımız qarışıb dünya işə. Sübh namazdan dünyasını dəyişib. Onlara deyir, baş sağlığı verdim, təsəlli verdim. Qayıtdım evimə, 4 gün sonra qapı döyüldü. Falan kəsdi, falan kəsdi. Qardaşın dünyasını dəyişib, Allah rəhmət eyləsin. Dedim, hə, həqiqətən çox sıxılmışam. Deyir ki, yaxşı, biz xəbərin var, nə olub? Sən dostun, şərkin, qardaşın məndən borc götürmüş 350 min. Gedib ondan pul götürüb, özü işi böyütsün. Ayrı işləsin, ehtiyacı var. Getdim, dedim ki, bura niyə gəldin ki? Getdim evlərinə, qəbul etmədilər deyir, borcu ailəsi. Dedim, necə, ola bilməz axı, yaxşı ailədir. Gəl məndən bir yerdə gedək. Getdi, qapını döydü, falan kəs, məni tanıyırsınız, bəli tanıyırıq, hani atamızın dostusan, qardaşısan. Bunun pulunu nəyə qaytarmısınız? Deyir, ata bizə deməyib. Axı, mən şahidəm ki, bu tanınmış tacirlərdəndir, yalan söyləməz. Dedi, yox, vermirik. Baxdı. Dedi, halal eləmirəm, Allah onu rəhm eləməsin. Çox pis oldum, deyir. Sanki başıma qaynar söktülər, deyir. Evə qayıtdım, deyir, 2 gün yata bilmədim, deyir. 2 gün sonra, deyir, getdim, hesabımdan pulu çıxartdım, həmən 350 min, qapını döydüm. Falan kəs. Niyə gəlmişsən? Bu mənim qardaşımın, dostumun borcu. Dedi, sən verirsən, yoxsa ailəsi verir. Dedim, sənə nə dəxli? Dedin ki, halallığı vermə, halallığı ver. Qoy qəbir rahat olsun. O söz mənə çox təsir. Dedi, sən ödəyirsən, yoxsa olar. Dedim, niyə soruşsan? Dedi, götürmürəm. Dedi, mən ödəyirəm. Dedi, 200'ü ver, 150 sən olsun. Bu qədərindən silirəm. Allah'ın işine bak. Deyir, götürdüm pulu, qayıtdım. 1-2 gün sonra getdim, bir yerler tapdım. 3 tane böyük dükkan var, oranı götüreceğim icarəyə. Yani bu qida məhsullar satacağım. Getdim, hemen yerin sahibini tapdım. Yani müqavilə bağlayırıq. Baxdı. Sən adın nədir? Falan kəs. Hə. Sən o kəssən, dostunun borcunu ödəmsən. Tamam. Bütün tacirlər arasında yayılıb. Dedim, bəli. Dedi, yaz. 15 il pulsuz götürəcəksən. Dedim, istəmirəm. Dedi, yox ya, yox. Sən bu yaxşılıq eləmirsən. 15 il sən pulsuz ver. 15 ildən sonra baxarıq. Dükkanı düzəltdim, əl gəzdirdim. Yenə də pulum çatmır, deyir. Bir də gördüm, deyir, dükkanın qabağında 2 dənə tır dayandı. Falan kəsdi. Hə, nədir? Bunu falan şəhərin tacirləri göndərib. Doldurun dükkanını. Axı, mənim pulum yoxdur. 50'si hədiyyədir, 50'sini də satıb verərsən. İndi deyir, hesabımda deyir, 30 milyon pulum var, deyir, o ülkənin puluyla. Yəni, baxın, dostunun borcunu ödədi ki, qəbri yaxşı olsun deyə Allah'tan neynədi ona? Bütün xeyr qapılarını açdı. Yəni, sidq ürəklə kim nə eləyərsə, əlbəttə ki, Allah ona bütün gözəllik nədir? Qapılarını açar. Çünki Allah əzəmətlidir, hər şey onundur, hər şeyin sahibi odur. O bir şey istəyər, o da olar.